Zarafat müəyyən miqdarda olanda heç nə olmaz. Necə ki, bu barədə alimlərin sözləri var. Deyir, əgər insanın kədərini zarafat aparırsa, o zarafat məmduhdur. Mədh olunandır. Yəni, o zarafat məsələn, insanın kədərini aparır. Kədər görürsən, bir nəfər kədərlidir, zarafat edirsən. Necə ki, bu barədə sünnədə varid olub. Allah Rasulü sallallahu aleyhi və səlləm gəlir gör ki, Əbu Umeyr quşu ölüb, uşağın quşu ölüb, quşu var idi, oynadırdı quşu. Və kədərlənib. Allah Rasulü sallallahu aleyhi ve sellem ki, ya Əbə Umeyr, məzə təfəl Nuğeyr. Ya Əbə Umeyr, Nuğeyr nə etdi? Elədim, Əbə Umeyr, Nuğeyr quşuydu, quşun adıydı. Ya, bu baxırsan ki, hətta zarafat doğru olanda böyük faydalar da olur. Allah Rasulü sallallahu aleyhi ve sellem görürsən, o uşağın qəlbinə surur, sevinç salır. Və alimlər, aleykümselam və rəhmətullah, yəni alimlər deyirlər ki, insan doğru zarafat edəndə Allah Azze və Celle o ilə kimsə faydalandırır. Ona görə insan zarafat edəndə də niyyət nə olmalıdır? Bir müsəlmanın qəlbinə sevinç salmaq. Deyir ki, bu barədə hədis də varid olub. Müsəlmanın qəlbinə sevinç salmaq sədəqədir. Müsəlmanın qəlbinə sevinç salmaq sədəqədir.